Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün qərar verdim ki, seramik xəmirindən sizə Novruz aksesuarlar düzəldim. Bunun üçün gördüyünüz kimi 1 stəkan nişasta, 1 stəkan soda, 1 stəkan suyu əlavə edib bir-birinə qarışdırdım və daha sonra isə az xodda ocağın üzərinə qoydum. Birinci gördüyünüz kimi belə həll etdim, bütün hamısı bir-birinə qarışdı, daha sonra ocağın üzərinə qoydum. Tövsiyə edirəm ki, mütləq şəkildə bu videonu sona qədər izləyəsiniz. Çünki bu videoda heç bir şey silməmişəm, burada yanlışlarım var, keramik xəmirinin alınmamağı var, çatlamağı var. Hər bir şeyi detaylı şəkildə göstərəcəm ki, sizdə elə bir şeylər olmasın. Yəni boş-boşuna xərcə düşməyəsiniz. Ocağın üzərində davamlı qarışdırırıq ki, dibi yapışmasın və gördüyünüz bu hala gəldikdə, qatlaşanda isə ocağın üzərindən götürürük. Və baxın ki, əlinizə əgər yapışırsa, ümumiyyətlə daha yaxşı yoğurmaq üçün biraz əlinizə yağ əlavə edin və onunla birlikdə başdan yağla birlikdə yoğurmaq. Yoğurmaq dedikdə, yəni 1-2 dəqiqə kimi belə xəmiri yoğurursunuz. Sonra daha sonra dinlənməsi üçün istəsəniz biraz soyuducuya qoya bilərsiniz. Burada artıq mən başlayıram işə. Birinci istəyirəm sizə göstərim ki, keramika xəmirini içərisinə belə rəng əlavə edə bilərsiniz. Rənglə əlinizdə yoğura bilərsiniz. Bu rəng hansı ki marketlərdə olan elə 20 qəpiyə falan belədir qiyməti, yəni ucuz bir şeydir, həmən rəngdəndir. Evdə quaş boyası olmayanlar üçün o üsulu göstərdim ki, o cürdə edə bilərsiniz. Amma mən bir dəqiqə video çəkirəm deyə mənim üçün asandır ki, hamısını birlikdə eləyin. Ən sonda isə üzərini boyayın. İndi keçək burada səhvimə, yəni hansı ki 1 stəkan sizə dedim ki, nişasta, 1 stəkan soda, 1 stəkan su əlavə etdim. Burada çatlama oldu. İndi sizə göstərəcəm necə oldu. Halbuki mən 3 il əvvəl eləyəndə, düzdür, onda da azca çatlamalar var idi, amma bu qədər yox idi. Düşünürəm ki, böyük stəkanla etdim. O biri videonu sizə linkə əlavə edərəm. Hansı ki armudu stəkanla götürmüşəm hər birini. Yəni bu böyük olduğu üçün bilmirəm, daha yaxşı qarışmadı. Ya nə bilim, çoxdur deyə bilmirəm, nədənsə çatlamalar oldu. Təbii ki, burada çatlayacağından xəbərsiz videonu çəkirəm sizə və istəmədim ki, bu videoları silim. Çünki praktika olsun deyə hər birini mən etmişəm, siz etməyin deyə ətraflı hamısını göstərəcəm. Bir də nə idi səhv məndə? Sodanı tutalım ki, bir armudu stəkan götürdünüz. Nişastanı götürəndə bir armudu stəkandan bir barmaq aşağı götürün. Yəni nişastanı biraz daha az götürün. Və bilmirəm, ola bilər ki, burada çatlamağına səbəb o ola bilər ki, mən götürəndən sonra biraz əlimə yapışırdı deyə mən götürdüm, onun üzərinə biraz nişasta əlavə etdim və onunla yoğurdum. O da səbəb ola bilər ki, çatlamağına. Burada axşam da artıq mən düşünürəm ki, bunları tez edim və axşam elə montaj edim, səhər sübdəndən qoyum ki, siz rahat yuxudan duranda baxa biləsiniz. Necə düzəldirəmsə onun qaydasını həm də görməyiniz üçün bu videoları silmirəm ki, baxasınız. Çünki digər bir xəmiri tapmışam, onu da göstərəcəm indi sizə videoda. Həmin xəmirlə, amma bu formada edə bilərsiniz. Burada o qədər tələsirəm ki, videonu tez bitirim, montaj edeyim. Çünki başqa aksesuarlarda düzəltmək istəyirəm deyə istəyirəm ki, yəni gün boşuna getməsin və mən bu işi yekunlaşdırım, üzərinə səs yazım. Düzdür, bunları düzəldəndən sonra elə qurumağını gözləmədən kraskalaya bilərdim, laklaya bilərdim. Son anda isə fikrimdən daşındım. Niyə daşındım? Çünki əvvəllər belə videolar çəkirdim əl işləri, amma sizinlə bu qədər sıx münasibətimiz yox idi. Amma indi bu məsələlərdə daha həssasam. İstəmərəm ki, məsələn, mənə güvənəsiniz, mən deyəm ki, bu işi edin, gedəsiniz, yəni düzəldəsiniz, həmən vaxtı çatlasın. Ona görə də çox həssas yanaşıram ki, sizi yanıltmayım. Ona görə də öz-özümə dedim ki, yox, bir gündə gözlə, bir şey olmaz. Axşam görək nə olur, çatlayır, çatlamır, daha sonra isə videonu tamamla. Çünki ola bilər ki, mən sizə deyim ki, hə, çatlamadı, tez lakladım, səhərsi günü çatlamış ola bilərdi. Ona görə də bir gün müddət verdim ki, gözləyim. Təbii ki, bir yandan da rahat değildim. Çatlayacaq olma ehtimalı məni çox qorxuzurdu ki, yəni bu qədər həm əziyyət çəkmişəm, həm axşam tələsik getdi, soda aldım, nişasta aldım, bitmişdi. Qorxan gözə çöp düşər, çatladılar. Dedim ki, yox, əl çəkməyəcəm bu videodan. Ona görə də belə bir üsul tapdım. Biraz un əlavə edirsiniz gözə yarı və üzərinə nişasta əlavə edirsiniz. Onu da yəni eyni qədər hardasa belə gözə yarı. Üzərinə isə səhv etmirəmsə adı PVA kleysidir. Bu kleydən ağ kleydir. Həmən kleydən kağız kleysi gedir bu. Həmən kleydən üzərinə əlavə edirsiniz və yoğurursunuz əlinizlə. Əslində bu üsulu mən çoxdandan bilirdim. Amma ki, niyə etmək istəmirdim? Çünki istəyirdim ki, xərciniz az çıxsın. Yəni PVA kleysinə siz pul verməyəsiniz. Ona görə də inanın ki, PVA kleysini eləyənə qədər o qədər üsul yoxlamışam ki, sizin üçün ki, yəni sırf buna pul verməyəsiniz deyə. Düzdür, bahalı bir şey deyil, amma ki, az xərclə etmək istəyirdim. Xəmir halına gəldikdən sonra isə yenə də əlinizə biraz yağ vurursunuz, əlinizlə yoğurursunuz. Belə daha yumşaq olur, daha ələ yatımlı olur. İndi keçək bu xəmirdən əl işləri görməyə. İlkin olaraq burada hisslərim budur ki, düzdür, mən çox hisslənmişdim burada o birilərinin çatladığına. Yoldaşım da deyirdi ki, niyə, nə gərək var, istəyirsən eləmə, var da səndə videonsuz da. Deyirdim ki, yox, alındıracam. Burada hisslərim ilkin olaraq budur ki, bu xəmirin daha ələ yatımlılığını, daha belə qırılğan olmamağını, gördüyünüz kimi istədiyim qədər uzatdım. Daha belə rahat iş görmək olur bununla. Bunu çox bəyəndim. Yenə də qorxu var idi ki, birdən bu da çatlayar, amma şükür Allaha bunda heç bir çatlama olmadı. Burada isə səməni düzəldirəm.
deyim ki sizə siz daha estetik düzəldə bilərsiniz bunu. Sadəcə mən artıq 2 gündür o qədər xəmirlə oynamışam ki, istəyirdim ki tez belə videonu bitirim. Bu xəmirin içərisində kley var deyə düşünürəm ki, bununla hər ölçüdə aksesuar düzəldə bilərsiniz. Amma o birisi keramika xəmiri ki var, hansı ki nişasta ilə soda ilə eləyən video elədiyim, yəni videonun əvvəlində olan. Onunla yoxlamışam, hətta 3 il saxlamışam həmin aksesuarları. Onlarda heç bir çatlama filan olmur. Amma gərək ki balaca bir əşyalar düzəldəsiniz. Çünki böyük aksesuarlar düzəldəndə o çatlayır həmin xəmirlə, birinci olan xəmirlə. Ümumiyyətlə xəmirləri istifadə edəcəyiniz qədər salafandan çıxardın, açıqda qalmasın. Çünki tez quruyurlar. Bu xəmirlə təkcə belə Novruz aksesuarları yox, maqnitlər hazırlaya bilərsiniz. Hansı ki doğum günü maqnitləri olsun, aksesuarlar olsun, daha sonra o uşağın ayağının, əlinin izini çıxartmaq üçün belə bir şeylər olsun, aksesuarlar. Yəni ürəyiniz nə istəsə hazırlaya bilərsiniz. Şəkərburanı isə undan da etmişdim, o biri keramika xəmirindən də etmişdim, amma ən gözəli bunda alındı. Gördüyünüz kimi elə gözəl naxışları elə qəşəng qaldı ki bunda. Sadəcə məndə makyaj yoxdur, sizdə makyaj varsa daha qəşəng alınacaq. Burada isə hansı ki o satışda olan balaca üzərində şəkərburalar, paxlavalar, qoğallar olan həmən aksesuarı hazırlayıram. Bunları isə əgər yapışdırmaq istəyirsinizsə, məsələn altdakına, onda birazcıq su vurun, özü yapışacaq. Bu arada əziyyətə qiymət vermək üçün mütləq sizdən xahiş edirəm ki, bu videonu bəyənəsiniz, rəy yazasınız və kanala abunə olasınız ki, mən sizə motivasiyam olsun ki, yeni videolar hazırlayım. Gəldik çatlayan həmən keramika xəmirimizə. Dedim ki, yox, bunda əziyyət çəkmişəm, mən bunu ata bilmərəm. Və düşündüm ki, hansı ki xanımlar ola bilər, desin ki, eybi yoxdur, çatlasın, azca onsuz da onu işlətməyəcək ki, əlimizdəki nəsə ola. Yüngül çatlasın və yaxud daha balaca edərik, amma biz istəmirik ki, içərisinə PVA kleysi alaq. Həmin xanımlar üçün, həm də öz əziyyətimin itməməsi üçün bunu qəşəngcə boyadım. Həqiqətən də elə qəşəng oldu ki, deyim ki, sizə sonda özünüz görəcəksiniz. Bu ikinci hazırladığım PVA kley ilə olan keramika xəmirindən düzəltdiyim aksesuarlardan daha çox bunları bəyəndim. Ona görə də bir iş edəndə, yəni pes etməmək lazımdır. Türklər demişkən atmaq lazımdır, sona qədər getmək lazımdır. Heç düşünməzdim ki, bunun çatları buna bu qədər gözəllik verəcək. Bunun adını nə edirəmsə yadıma düşmür bu dəqiqə. Su səngəridir. Ya elə bir şey deyil, bilmirəm. Nədirsə axır su qabı kimi bir şeydir. Bu yaman çatlayır. Çatlasa belə buna da bu adı qoymaq olar ki, qədimidir deyə çatlayıb neçə illərdir qalıb. Ona görə də bunda atmıram, qəşəngcə bunda boyadım. Mən əl işi gördüyüm üçün hər zaman deyirəm, pis aksesuar yoxdur. Yerində işlədilməyən aksesuar var. Yəni əgər o su qabını belə yerində işlətsəm, qədimi abu-hava yaratsam, onun çatları belə ora yaraşacaq. Əsas odur ki, elə bir abu-hava yaratmaq. Qoğal isə deyim ki, ona da çatları elə gözəllik verib ki, yəni çox qəşəng alındı. Sizə deyirəm də, yəni bunları o birisindən daha çox bəyəndim. Onsuz da sonda özünüz görəcəksiniz. Bu isə mənim sevimli çörəyimdir. O qədər xoşlayıram ki, bu çörəkləri. İlk dəfə bu iş edənlər üçün elə danışmağa çalışıram ki, yəni beyin qarışdırıcı olması, yenə də nəsə suallarınız olsa mütləq yazın, mən mütləq şəkildə sizə cavablayacağam. Və sizə tövsiyə edirəm ki, hansı ki bu guaş boyalar ki var, onun bir qabı, yəni bir paketi sərf etmirəmsə 7 manat filan olmalıdır. Amma deyim ki, sizə bir ömürlük gedir də, çox gedir. Çünki rəngləyəndə az qədər götürürsən, istifadə edirsən deyə, yəni uzun müddətlidir onlar. Ondan məncə bir paket alın, qoyun evə. Çünki Novruz aksesuarlarında olsun, başqa əl işlərində olsun, çox yəni yararlıdır. İndi mən sizə məsəl üçün şəlalə düzəldəcəm və yaxud kağızdan ev düzəldəcəm. Onların rənglənməsi üçün də həmən guaş boyadan lazım olacaq. Bu alovu isə elə belə uydurdum, düzəltdim, amma baxdım ki, sonda qəşəng alındı. Məndə olan lak bəlkə 5 ildir var, bu lakdandır. Yəni bilmək istəyirsiniz birdən. Burada artıq 5-6 kisti mən zay etmişəm deyə düşündüm ki, əlimlə yedim, kisti istifadə etməyim. Düzdür, xəmirdə kiflənməməsi üçün edirdik bu lakı, amma burada daha qəşəng görsənməyi üçün, estetik görsənməyi üçün, parıldamağı üçün etdik bunu. Həm də ki, daha möhkəm olsun deyə. Bunları isə üzü ağ olsun ki, mənim üzümü ağ etdilər. Qəti şəkildə çatlamayıblar. İndi isə keçək bunların rəngləməsinə. Bunlardan da az qədər sizə göstərmək istəyirəm. Qoğalı bu formada rəngləyirəm. Elə qəşəng olub ki, qoğalı ən çox burada sevdim. Qoğalı sarı rəngdə edirəm. Ortasına az qədər narıncı əlavə edirəm. Sanki ortası belə qızarır. Bu isə qoğallardır. Bunların da hamısını belə o formada sarı rəngdə boyuyuram və üzərinə, yəni orta tərəfinə narıncı əlavə edirəm. Çörək otunu üzərinə vurmuram hələ. Ən sonda laklayacağam. Laklayan zaman o yapışqanlıq olur deyə həmən vaxtı vuracağam üzərinə çörək otu. Paxlavanı isə birinci keramika xəmirində olanla bəyəndim. Çünki onun çatları ona xüsusi gözəllik
gözəllik verirdi, amma bu da belə pis deyil. Səmənli də rəngləyirəm. Əslində burada mən də bəyənmədim bu rəngi, tünd rəngdir. İstəyirdim ki, biraz açıq olsun. 3 dənə rəng yoxladım, amma yenə də istədiyim rəngi ala bilmədim. Siz daha belə açıq, xoş rəngli yaşıldan istifadə etsəniz daha yaxşı olar. Əgər bu kraskalardan alsanız, bir dənə böyük 3 manatadır o. Bir dənə böyük ağ rəngdə mütləq kraska alın. Ağ rəng çox yaxşıdır. Mən ona görə ağı bitirmişəm. Hansı ki rəng məsələn tündür, onu ağla biraz qarışdıranda biraz daha açıq rəngini ala bilirsiniz. Hamısını rəngləyib bitirəndən sonra qoyuruq ki, rəng tamamilə qurusun ki, laklaya bilək. Bunları artıq mən laklamışam. Lakları quruyub gördüyünüz kimi bu birinci hazırladığım keramika xəmirindəndir. Çatlasa da o qədər gözəl görsənir ki, sırf elə paxlavaya o görünüş çox yaraşır. Bu da elə birinci o narazı olduğum çatlayan keramika xəmirindəndir, amma bu şoğur qoğalına da qəşəng yaraşıb. Bunları da çox bəyəndim. Artıq laklamışam deyə bundan belə çatlama ehtimalı da yoxdur. Yəni nə çatlayıbsa bura qədər çatlayır. Bunda da bildiyiniz kimi çatlar olmuşdu. Dediyim kimi, əgər siz mənim kimi etməsəz, videoda hər bir şeyə qulaq asıb diqqətli etsəniz, sizdə bu qədər çatlama olmayacaq. Bu mənim öz günahımın ucbatından olan bir şeydir. Bu da artıq qalan hansı ki keramika xəmiri vardı, ondan alov düzəltmişdim. Biraz daha qəşəng ola bilərdi, amma belə də pis. Çörəklərdə çatlama elə də olmur, çünki nazikdir deyə, yəni nazik olan şeylərdə, yəni çox daha effektivdir. Qalanlarda biraz çatlama olur. Bu isə digər xəmirdən hazırladığımdır. Bunlar da çox gözəl alınıblar. Bunlarda qəti şəkildə çatlama filan olmadı. Elə sona qədər də qəşəng qaldı. Və gördüyünüz kimi şəkərbranın bu xəmirdə rəngi daha gözəl, daha ağ çıxır. Burada isə səhvim budur ki, bunun altını laklamışam, hansı ki şorqoğalının, ona görə onda saralma olub. Amma gördüyünüz kimi şəkərbrada altını rəngləməmişəm. O daha gözəl görsənir. Ona görə də rəngləməyim. Şorqoğalı olanı düşünürəm ki, başqa bir rənglə altını xoş bir rənglə rəngləyərəm ki, elə görünüş olmasın. Bu isə səmənimizdir. Bunu da yəni daha da gözəl hazırlamaq olardı, amma belə də bu da pis deyil. Burada isə artıq videonu sonlandırmaq istəyirəm və sonda isə sizə undan hazırladığımı bir daha göstərmək istəyirəm. Bunlar undan hazırladıqlarımdır və heç bir şəkildə yəni xarab olmurlar. Sağ olun, Allaha əmanət olun. Gələn videolarda görüşmək üzrə.